6-7 icra başçısından üçün yeri boş idi. Qax, Balakən, Nəsimi rayonu. Onların ikisi cəza evindədir herhalde. Biri də millət vəkili statusunda deputat olaraq məclisə gəlib. Təəssüf ki, o da Zaqataladan seçilib. Zaqatala icra başçısı da sual altındadır. Nə zaman gedəcəyini biz gözləyirik. Çünki Qax və Balakən icra başçılarına Zaqatalanın icra başçısı işbirliyində olan adamdır. Yəqin onun da bu yaxınlarda mesajı və qərarı veriləcək. Orada olan millət vəkili də herhalde həyatında bir dəfə Ramiz Enveroviç haqqında nəsə deyəcək, biz onu da eşidəcəyik. Rayonlarda həm də icra başçılarının siz diqqət etdiniz, hansı rayonlarda dəyişkənlik oldu? Göyçay, Kürdəmir, o bölgələrdən. Qax, Balakən, indi Zaqatala qalır. Orada da dəyişkənlik edilən kimi onların ağsaqqalı və patronu baş nazirin müşaviri Əhməd Əhmədzadə də bugün siqnalını alacaq ki, o da yavaş-yavaş hazırlaşsın.